Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi qışa hazırlığım davam edir. Pomidor turşusu hazırlayacağım. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyək. Nə edirəm? Pomidorları yuyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Pomidorları təmiz-təmiz yudum. Keçirik bankalara yığmağa. Keçirəm bankalara yığmağa. Bankamız 2 litrli idi. İlk öncə quru şüyüd əlavə edirəm. 2 ədəd dəfnə yarpağı, sarımsaq əlavə edirəm. 1 ədəd acı biber əlavə edirəm. Mən acı biberi həmişə bütöv atıram. Çox acı olmasın deyə. Kəsəndə acısı çox olur. Cəfəri əlavə edirəm, kəröz əlavə edirəm və reyhan əlavə edirəm. Mən göyərti olaraq bunları əlavə etdim. Zövqlər müxtəlifdir. Siz əlavə etməyə də bilərsiniz. Və gördüyünüz kimi pomidoru çalışdığım qədərilə sıx-sıx bu formada yığıram. Pomidor nə qədər xırda olarsa, bankaya da bir o qədər çox yerləşir. Biberi də bu formada doğrayıb əlavə edirəm. Gördüyünüz kimi pomidorları bankaya sıx-sıx yığdım. Keçirəm digər bankamıza. Onu da eyni qayda ilə yığıram. Hal-hazırda pomidorun bol vaxtıdır. Bunu hər kəs edə bilər. Düzdür, deyəsiniz ki, qışda da pomidor olur. Amma qışdakı pomidor indiki pomidorun dadını vermir. Ona görə də hələ indidən hazırlasanız daha yaxşı olar. Bütün pomidorları hamısını eyni qayda ilə bankalara yığdım. Hər bankamıza 2 yemək qaşığı duz əlavə etdim. Qeyd edim ki, duz turşu duzudur, yodsuz duzdur. Və hər bankamıza 2 diş qənd əlavə etdim. Qapaqlarını örtüb kənara qoyuram. Bankaya yerləşməyən pomidorları isə doğradım, bu formada bağladım. Bilirsiniz, elə pomidorlar olur ki, çox böyük olur, bankaya yerləşmir. Ona görə də onları doğrayıb belə bağladım. Eyni qayda ilə göyərtiləri bankamıza əlavə edirəm. Bu dəfə nanə də əlavə etdim, çünki qarışıq turşu kimi olur. Bu çox dadlı alınır. Doğradığım pomidorları əlavə edirəm göyərtinin üstünə. Biberi də dediyim kimi doğramışam və soğan da doğramışam. Bu salat çox dadlı salat olur. Sadəcə mən çox hazırlamadım.
Bu da gördüğünüz kimi doğranmış pomidordan hazırladığım turşu. Buna da 2 yemək qaşığı duz əlavə edəcəm. Artıq turşularımız hazır oldu. Keçirəm bunları qaynatmağa. Düzdür, bunları qaynatmadan da hazırlamaq olur. Amma mən bu dəfə bunları həyətdə, ocaqda qaynadacağam. Bilirsiniz, ocaqda bişən hər bir yeməyin dadı tam bir başqa olur. İlk öncə nə edirəm? Qaynadacağım qazanın yanlarına şampunla külü qarışdırıb bu formada çəkirəm. Niyə çəkirəm? Çünki ocağın üzərinə qoyacağam. Odun yandıqca qazanın qıraqları qaralmasın deyə bu formada çəkirəm. Biz həmişə rayonda belə edərdik. Sonra bankaları qaynadıb qutarandan sonra bunu yumaq da rahat olur. Tərtəmiz olur, qaraltı da görünmür. Düzdür, bunu bir çoxları bilir, bilməyənlər də varsa fikir olsun deyə söylədim. Qazanımızın kənarlarını küllədim. Keçirik bankalarımızı doldurmağa. Bankalarımıza suyu əlavə edib qaynamağa qoyuram. Dediyim kimi ocaqda qaynadıram. Artıq qaynadı, qapağını da bağlayıram. Qapaqlarını da bərk-bərk bağladım. Artıq turşularımız hazır oldu. Möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.